Əziz möhtərəm müsəlman qardaşlarım, həmişə olduğu kimi ilk öncə özümə, sonra isə sizlərə Allahdan qorxmağı, təqvalı olmağı nəsihət edirəm. Bugünkü xutbəmizin mövzusu halal qazanc haqqında olacaqdır. Və möhtərəm müsəlmanlar, bilin ki, qiyamət günü ilk soruşulacaq əməllərdən biri də malını halaldan mı qazandın, yoxsa haramdan mı qazandın? Halala mı xərclədin, yoxsa harama mı xərclədin olacaqdır. Allah Subhanahu Taala Bəqərə surəsi 188-ci ayəsində buyurur ki, mallarınızı öz aranızda haqsızlıqla yeməyin və cəmaatın malının bir qismini bilə-bilə günah yolu ilə yiyəsiniz deyə hakimləri ələ almağa çalışmayın. Bu ayənin təfsirində İbn Abbas radiyallahu anhümə demişdir. Yəni, and içərək bir-birinizə malı satmağa çalışmayın. Mal ola bilsin ki, xarabdır. Malın hər hansısa bir eybi var və s. kimi onu andına inandıraraq başqasına satırsan və onun vasitəsilə qazandığın pul da haram olur. Yediyin mal da haram olur. Həmçinin İbn Abbas davam edib deyir ki, bu başqa batil yollara da aiddir. İki yolla haram olur. Birincisi, zülm yolu ilə haram mal yemək. Yəni, bir adamın malına, mülkünə zülm vasitəsilə, yəni bir kimsə, kiminsə malına, mülkünə zülm vasitəsilə əl qoyarsa, ya qəsb edərsə, ya oğurlayarsa, ya hilə işlədərsə, ya da ona xəyanət edərsə, yəni bu yollarla insan mal qazanarsa, onun qazandığı mal da haram mallardan sayılır. O insan haram mallarla qidalanmış olur və həmçinin özü də yetməmiş kimi ailəsinə də bunu yedizdirir, çizdirir və bu dünyada həmin ailən, həmin uşaqların səni sevə bilər, səni əzizləyə bilər, hörməti saxlaya bilər. Amma qiyamət günü həmin o ailə gəlib sənin yaxandan yapışacaq. Deyəcək, nə üçün mənə haram yedizdirdin? Nə üçün o haram loxmanı mənim boğazımdan keçməsinə vəsilə oldun? Onda neyəcəksən? Onda heç bir kimsə sənə güzəştə getməyəcək. Bunu heç vaxt unutma. İkincisi də oyuncaq vasitəsilə qazandığı haram pullardır. Məsələn, qumar vasitəsilə, musiqi vasitəsilə və yaxud əyləncələr, nərd oyunları, domino, lato və s. kimi qismətə bağlı oyunlarla kim pul qazanarsa, bu da haram növlərinə daxildir. Ümumiyyətlə, qardaşlar, müsəlman diqqət etməlidir qazancına. Qazancı hardan gəlir? Halal yolla mı gəlir, yoxsa haram yolla mı gəlir? Buna diqqət etməli. Qeyri-müsəlmanlarda, kafirlərdə belə bir qayda var. Ət gəlsin, hardan gəlir gəlsin. Əsas odur ki, ət olsun, ye. Müsəlman da belə olmalı deyil. Pul gəlir, hardan gəlsin. Əsas odur ki, gəlsin. Belə müsəlmançılıq olmaz. Və həmçinin müsəlman hər bir zaman belə şeylər diqqət etməli, çünki qazandığın hər qəpikdən, mülkünün hər zərrəsindən bir üstündən keçmədən hesaba çəkiləcəksən. Onun bədəlini ödəmək üçün axirətdə heç bir mülkün olmayacaq. Əynində paltar belə olmayacaq. Yəni, qiyamət günü İnsan ümumiyyətlə görürsünüz də, yəni görmüsünüz və yaxud da ki, eşitmişsiniz, kəfənin cibi olmur üstündə. Heç kimsənin kəfənin üzərində bir cibi yoxdur ki, ora pul doldularsan, aparasan. Və hər kəs o kəfənə lüt olaraq bürünər.
Və Allah Subhanahu taala qiyamət günü lüt-ülyan şəkildə hesab vermək üçün onun huzurunda dayanacaqsan. Bəs onların qarşılığını necə ödəyəcəksən? Təbii ki, savablarını verməklə. Kimin malını haqsızlıqla yemisənsə, hiləgərlik etmisənsə, aldatmısansa, onun günahlarını boynuna qoyacaqsan və cəhənnəm odu ilə təmizlənəcəksən. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir gün sahabələrinə deyir ki, müflis bilirsinizmi kimdir? Sahabələr dedilər ki, ya Rasulallah, müflis malını, mülkünü itirmiş kimsəyə deyilir. Deyir, xeyr, ümmətimin müflisləri qiyamət günü dağlar boyda əməllərlə gələcəklər. Lakin o gələcək deyəcək ki, mənim torpağımın məsələn bir qarşını zəbt eləyibdir. Bu birisi gələcək boynumu əlimdən alıbdır. Filan kəs gələcək deyəcək mənim qeybətimi edib və s. Yəni heç bir şey qalmayacaq. Bütün savablarını alıb aparacaqlar. Onların haqqını ödəyənə qədər onlar onun savablarını alıb götürəcəklər. Və haqq sahibləri də qutarıb da artıq mal, haqq sahibləri də davam edir, mallarını tələb eləyir, haqlarını tələb eləyirlər və bir şey yoxdur ki, versin. O zaman onun haqq sahibinin günahları onun üzərinə yüklənər və beləcə müflis bir şəkildə cəhənnəmə daxil olar. Allah qorusun. Ona görə də qiyamət günü, haqq hesab günündə cəmi bir evi olanla heç evi olmayanlar eyni hesaba çəkilməyəcək. Varlı kimsələr, qardaşlar, kasıblardan 500 il sonra cənnətə daxil olacaqlar. 500 il malını hardan aldın, hara xərclədin, halaldan mı aldın, haramdan mı aldın, halala mı xərclədin, harama mı xərclədin, hamısının hesabını verəcəksən 500 il. Və ona görə də cənnətə ilk girəcək kimsələr kasıblar olacaq. Cənnət, qardaşlar, bir gün övünərək, cəhənnəmin qarşısında övünərək deyir ki, mənimlə zəiflər və kasıblar da olacaq. Səninlə isə kibirlilər və asilər, Allaha qarşı gələnlərlə da olacaq. Möhtərəm müsəlmanlar, oğru insanlar, fəhlənin, hansısa bir işçinin pulunu kəsənlər, Allahın qədərinə iman gətirməyən kimsələrdir. Onlar Allah Azze və Cəllənin onları gördüyünü unudan insanlardır. Onlar mülk bölümündə Allahın ədalətsiz olduğunu iddia edən kimsələrdir. Çünki oğurluqla, yaxud fəhlənin, hər hansısa bir işçinin pulunu kəsərək, yaxud heç verməyərək maşın ala bilərsən, ev ala bilərsən, paltar ala bilərsən, ayaqqabı ala bilərsən. Amma əmin ol ki, o sənə qalmayacaq. Sən onun bədəlinin 10 qatını ödəyəcəksən və sənin duan qəbul olmayacaq. Allah səni ifşa edəcək. Və əmin ol ki, hər keçən gün insanların içində hörmətin, izzətin azalacaq. Allah sənə rüsvayçılıq daddırmadan sənin canını almayacaq. Ailəndə hər zaman xəstəliklər və başından müsibətlər əksik olmayacaq. Çünki insan hüququ qırmızı xəttdir. Odur ki, möhtərəm müsəlmanlar, Allahın dininin qabağında mərd olun, dürüst olun. Mərd və dürüst olan insanlar heç bir zaman hesabatda qorxusu olmayacaq. Mərd və dürüst insanın ən böyük arzusu Allah Subhanahu taala qarşısına üzü ağ çıxmasıdır. Mərd və dürüst insanlar ölməyi tərcih edər, lakin harama yaxınlaşmaz və harama yaxınlaşanlara da vasitə olmaz. Və ona görə də, qardaşlar, bu dünyanın çör-çöpünə görə kişiliyinizi, mərdliyinizi ayaqlar altına atmayın.
Təsəvvür edin, Allah Subhanahu taala qarşısında ən şərəfli əməl cihaddır. Allah yolunda cihad etməkdir. Əgər bir kimsə cihadda şəhid olubsa, Allah Subhanahu taala onun günahlarını bağışlayacaq, lakin qul haqqını bağışlamayacaq. Qul haqqını, qul ona haqqını halal etməyincə Allah Subhanahu taala onu bağışlamayacaq. Allah Subhanahu taala bizə eşitib faydalananlardan etsin. Ələ innə əhsənəl kəlam və əbləğən nizam. Kəlamullahil məlikil azizil alləm. Kəmə qaləllāhu təbārəkə və təala fil kəlam və izə quriyəl Qur'an fəstəmi'u ləh və ansitu ləalləkum turhamun. İnnəd-dinə indəllahil İslam.